Doktor, rinoplastika sonrası bütün burunlara masaj lazımdırmı? Bəli, bu çox verilən suallardan biridir xəstələr tərəfindən ki, masaj etməliyəm əməliyyatdan sonra və necə etməliyəm? Bu məsələnin bir standartı yoxdur. Standartının olmamasının da səbəbi çox da anlamlı bir önəminin olmamasıdır. Burun əməliyyatından sonra bizim praktikamızda tətbiq elədiyimiz budur ki, biz bir çox xəstələrə masaj tətbiq etmirik və bir çox cərrah da bu yolu izləyir və ya bir çox əməliyyat elədiyi xəstələrə masaj tətbiq edən cərrahlar da vardır. Bu individualdır buna yanaşma bir miqdar. Biz daha çox nəyə önəm veririk? Qalın dərili bir burundursa, burun əməliyyat sonrası ödemi çoxdursa, bu ödemin keçməyini tezləşdirmək üçün masaj tətbiq edirik adətən. 2 həftə keçdikdən sonra burunun üst hissəsindən yanaqlara doğru simmetrik şəkildə yayılacaq şəkildə xəstəyə öyrədirik. Bu masajı tətbiq edir. Amma rutində böyük əksəriyyət xəstələrdə ehtiyac olmur.